Gənclər paytaxtda elan olunan Sumqayıt şəhərində Vətən müharibəsində əldə etdiyimiz zəfərin 5 illiyinə həsr olunmuş 28-ci Şahin hərbi idman oyunlarının final mərhələsi keçirilib. Tədbirdə Gənclər və İdman naziri Fərid Qayıbov, Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, müvafiq qurumların rəhbərləri və nümayəndələri iştirak ediblər. Oyunların baş komandanı, Vətən müharibəsi qəhrəmanı Cəmşid Naxçıvanski adına hərbi liseyin rəisi Anar Mirzəyev yarışın yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. O, bütün iştirakçıları təbrik edərək gələcək karyeralarında uğurlar arzulayıb. Tədbirdə çıxış edən Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov bu cür yarışların ölkəmizdə gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynadığını bildirib. O qeyd edib ki, Şahin hərbi idman oyunları gənclərin yalnız fiziki deyil, həm də mənəvi və psixoloji hazırlığını artırmaqla yanaşı, onların cəmiyyətə yararlı vətəndaşlar kimi yetişməsinə xidmət edir. Zakir Fərəcov Sumqayıt şəhərinin bu cür mötəbər yarışlara ev sahibliyi etməsinin şəhərin ictimai-sosial həyatında mühüm hadisə olduğunu vurğulayıb və iştirakçılara uğurlar arzulayıb. Gənclər və İdman naziri Fərid Qayıbov da çıxışında yarışda iştirak edən bütün gəncləri qalib adlandırıb. O, bu yarışın məktəblilər arasında vətənpərvərlik ruhunu gücləndirdiyini qeyd edərək, yarışda mübarizə aparan hər kəsə təşəkkürünü bildirib. Rəsmi açılışdan sonra Müdafiə Nazirliyinin xüsusi təyinatlı dəstəsi tərəfindən nümunəvi çıxış təqdim olunub. Gənclərin vətənpərvərlik, milli qürur və milli ləyaqət ruhunda tərbiyə edilməsi, onların mənəvi, psixoloji və hərbi fiziki hazırlığının təmin olunması, şanlı zəfər tarixini təbliğ etmək məqsədi ilə keçirilən Şahin hərbi idman oyununda bu il 22 min məktəbli mübarizə aparıb. Nümunəvi çıxışdan sonra mükafatlandırma mərasimi keçirilib. Finalda ən yüksək nəticə göstərən Sumqayıt komandası 1-ci yerə, Sabunçu komandası 2-ci yerə, Xaçmaz komandası isə 3-cü yerə layiq görülüb. Yer tutan komandalara və onların hərbi rəhbərlərinə kubok, medal, diplom və qiymətli hədiyyələr təqdim olunub. Mükafatları Gənclər və İdman naziri Fərid Qayıbov, Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov və digər rəsmi şəxslər təqdim ediblər. Elvin Qudrətov, Şəmistan Fikrətli, Elbrus İsmailov bu gün informasiya proqramı üçün.